2002-ci il iyul ayının 4-də Hövsan qəsəbəsi ərazisində ağ rəngli kapron kisədə üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyidi aşkar olunur. Elə həmin günün axşamı öldürülən vətəndaşın Bakı şəhəri Nizami küçəsi 62 ünvanında yerləşən Ziba mağazasının sahibi İsah Aydınov olması müəyyən edilir. Mərhumun şəxsiyyəti aydınlaşdırılandan sonra məlum olur ki, ona məxsus Vaz 2106 markalı avtomaşın bir gün əvvəl Sədərək Ticarət Mərkəzinin yaxınlığında tapılıb. Bakı şəhər sakini İsah Aydınovun itkin düşməsi ilə əlaqədar iyul ayının 22-sində qohumu Qəşəm İsmailov Nəsimi rayon polis idarəsinə müraciət edir. Səhərsi gün yoxa çıxan vətəndaşa məxsus Vaz 2106 markalı avtomaşın Sədərək Ticarət Mərkəzinin ərazisində tapılır. İyul ayının 24-də Suraxanı rayon 30-cu polis bölməsinə Hövsan qəsəbəsi ərazisində keçmiş hərbi hissə istiqamətində gedən yolun sol tərəfində naməlum kişi meyidinin aşkar olunması barədə məlumat daxil olur. Əməliyyatçılar və Suraxanı rayon prokurorluğunun müstəntiqi hadisə yerinə yollanırlar. Məlum olur ki, meyid ağ rəngli, ağzı iplə bağlı olan kapron kisədə, palaza bükülmüş və tam çılpaq vəziyyətdə aşkar edilib. Sonra cəsəd müayinə üçün Suraxanı rayon məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilir. Həmin gün gecə saat 3-ə yaxın Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşı Qəşəm İsmailovla telefonla əlaqə saxlayaraq ona Suraxanı rayonunda naməlum kişi meyidinin tapılması haqda məlumat verir və onunla birgə ekspertiza şöbəsinə getməsini təklif edir. Tanınmaya təqdim edilərkən yaxınları meyidin həqiqətən İsah Aydınov olmasını bildirirlər. Ekspertizanın rəyinə əsasən İsah Aydınovun ölümünə səbəb dəşilmiş yaralar nəticəsində yaranan xarici və daxili qanaxmalar olub. 2002-ci il iyul ayının 24-də İsah Aydınovun qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlayır. Mərhumun arvadı Zoya Səlimovanın ifadəsindən məlum olur ki, İsah Aydınov dostu Adil və qohumu Yusiflə birlikdə istirahət etmək üçün İsmailli, oradan da Göyçay rayonuna gediblər və həmin gün gecə Bakıya qayıdıblar. Bakıda İsah Adili 9-cu mikrorayonda evinin yanında düşürüb. Sonra Yusiflə 5 mərtəbənin yanına gələrək axırıncının tanışı olan Rəna adlı qadını götürüblər. Yusifi qadınla birgə evinin yanında düşürən İsah naməlum istiqamətdə gedib və sonra ondan xəbər tutan olmayıb. İsah Aydınovun Nizami küçəsi 62 ünvanda sahibi olan Ziba mağazasının işçiləri dindirilərkən onlar müdürlərinin yoxa çıxması barədə maraq kəsb edən yenilik söyləməyiblər. Yalnız bildiriblər ki, İsah Aydınovun itkin düşməsi ilə bağlı qohumları polisə müraciət edən gün mağazanın işçisi Sevda Rufullayeva qızmar yay günü olmasına baxmayaraq əyninə qara rəngli corab geyinib. Şahid qismində dindirilən Sevda Rufullayeva İsah Aydınovu sonuncu dəfə dostları ilə istirahət etməyə getməzdən əvvəl gördüyünü söyləyir. Həqiqətən də yayın çox isti günləri olduğundan Sevdanın qara rəngli corab geyməsi müstəntiqi çox təəccübləndirib və kənardan müşahidə edəndə onun baldır nahiyəsində çox saylı hematoma xarakterli qancıların olduğunu görüb. Qadından bu cür geyinməsinin səbəbini soruşduqda Sevda Rufullayeva özünü itirmədən ilin bütün fəsillərində corab geyindiyini cavab verib. Şübhə doğuracaq bu amili yoxlamağın müstəntiqə Suraxanı rayon məhkəmə tibbi ekspertizası şöbəsinin müdiri də məsləhət görüb. Lakin prokurorluğun müstəntiqi Əbülfəzəl Əkbərov onu vaxtında müayinədən keçirməyib. İyulun 30-da müstəntiq Sevda Rufullayevaya bir gündən sonra onu ekspertizadan keçirəcəyini deyib. Bunu eşidən qadın başa düşüb ki, bədənində olan xəsarətlər artıq qaralıb və ona görə o ifşa olunacaq. Bu səbəbdən də elə həmin gecə İsah Aydınovun hüzür yeri olan bacısı Rozanın evinə gəlib. Bir qədər söhbət etdikdən sonra çıxıb gedib. Səhər mərhumun 7-si olan gün yenidən hüzür yerinə gəlib və yalan olaraq söyləyib ki, ötən gecə hüzür yerindən 150-200 metr aralanmış, onun maşınının qabağına bir nəfər qadın çıxıb və ona görə o maşını saxlayıb. Maşından düşəndən sonra gözlənilmədən naməlum bir kişi və həmin qadın ona hücum edərək döyüblər və çoxsaylı xəsarətlər yetiriblər. Onun söylədiklərinə hamı inanıb. Hətta mərhumun bacısının əri Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşlarına bu barədə məlumat verib və polis işçiləri hüzur yerinə gələrək ondan izahat alıblar. Avqust ayının 1-də Sevda Rufullayeva ekspertiza müayinəsindən keçib.
Hamı inanıb ki, onda aşkar edilən xəsarətlər uydurduğu versiya, naməlum şəxslərin onu döyməsi nəticəsində əmələ gəlib. Gəldim, gördüm Roza, Kəmalə, yəni Aydınovun bacısı qızı Kəmalə, Roza, bir də o biri bacısı Lüba həyətdə sabaha hazırlıq görürlər. Biraz da mən onlarla oturdum və yanımda hardasa $200 pul var idi. Çünki onlar səhər avtobusa da pul verməli idi qəbul üstünə. Həmən pulu da onlara verdim və biraz söhbət, hardasa təxminən 30-40 dəqiqə söhbətdən sonra Kəmalə ilə Roza mənim maşın onların düz qapısının ağzında idi. Yəni Keçixaveri küçəsi 117-nin qabağında maşını saxlamışdım. Maşını mən oturmaya qədər onlar mənə elə bir ki, yola saldılar. Fikirləşdim, yol boyu fikirləşdim ki, sabah ekspertizadır. Ekspertizada hər şey açıq aydın bilinəcək. Çünki mənim bədənimdə xəsarətlər artıq get-gedə daha da rəngləri dönür, tündləşir. Ona görə belə bir şey fikirləşdim ki, güya ki, həmən gecə Aydınovdan yas yerindən çıxan kimi mənə həmən küçədə döyürlər. Səhər gəldim yas yerinə. Yas yerinə gələndə artıq fikirləşirdim ki, hardasa bugün sabah mənə tutacaqlar. Ona görə Rozaya dedim ki, bəs mənim bədənimə axşam xəsarət vurublar. Özümdə belə fikirləşirdim ki, tutacaqlar, amma inanmırdım. Necə danışdınız? Mən Rozaya dedim ki, axşam sizdən gedəndə mənə sizdən bir 200-300 metrə qabaqda qabağımı kəsiblər, bir qoca arvad, bir kişi maşınına hücum ediblər, mənə döyüblər. Düzdür, onlar biraz çaşqın vəziyyətə qaldılar. Dedilər, onda polisə məlumat verək. Polisə məlumat verildi. Kim dedi? Orada Aydınovun bacısının əri Qəşəm polisə məlumat verdi. Qəşəm, bəli, Qufçular mağazanın müdürü. Qəşəm məlumat verdi. Oradan polis işçiləri gəldi. Hadisə biz qəbul üstündən qayıtdıq. Polis işçiləri gəldi. Orada bir hüzür yerində ayaqüstü söhbət elədik. Dedi ki, gedək polis idarəsinə, 21-ci polis bölməsinə getdik. Oradan bilmirəm, məktubla ərzəmi götürdük, getdik submedik ekspertizi. Getdik, bədəndə olan bütün xəsarətlər submedik ekspertizada yazıldı. Əbülfət mənə çağırdı. Əbülfət mənə çağıranda dedi ki, gedək submedik ekspertə. Hansı rayon? Suraxanı rayon submedik ekspertə. Apardı ora, orada bədəndə olan bütün xəsarətləri yazdı, qeyd elədilər. Mənə heç nə demədi. Biz sənə nə vaxt çağırsaq, onda gələrsin. Qısa bir arayış verək ki, İsa Aydınov öldürüləndən sonra onun sahibi olduğu mağazini Sevda Rufullayeva müxtəlif rəsmi sənədlər düzəldərək ələ keçirtməyə və sonra satmağa çalışıb. Ziba mağazasının ətrafında İsa Aydınovun həyat yoldaşı Zoya Səlimova və Sevda Rufullayeva arasında uzun müddətli çəkişmələr davam edib. Zoya Səlimovanın prokurorluğa müraciətindən sonra Sevda Rufullayevanın ticarət obyektini ələ keçirtmək istəyi alınmayıb. İstintaqın gedişatında işə aid olan bütün sənədlər üzə çıxıb və qadının barəsində Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq Sevda Rufullayevanın təqsirini sübut etdikdən sonra materialları məhkəməyə göndərib. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Sevda Rufullayeva Cinayət Məcəlləsinin 179-cu mənimsəmə maddəsi ilə 8 il müddətinə məhkum edilib. Rufullayeva cəzasını çəkdiyi ərəfədə İsa Aydınovun qəsdən öldürülməsi faktı araşdırmaqda davam edib. Təkrar şahid, o cümlədən məhkum Sevda Rufullayevanın ifadələri dinlənilib. Qeyd edək ki, cinayət işi bağlı qaldıqca şübhələr daha da artıb. Hətta istisna olunmayıb ki, ərini Zoya Səlimova qətlə yetirib. Öz növbəsində dəfələrlə prokurorluqlarda müstəntiqlərlə söhbət edən Zoya Səlimova Sevda Rufullayevadan şübhələndiyini bildirib. O qeyd edib ki, həyat yoldaşının ölümündə həmin qadından əlavə daha 3 nəfərin əli var. Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində sözü gedən cinayət işi araşdırılarkən ortaya məhkum Sevda Rufullayevanın cəza çəkmə müəssisəsindən yaxın adamlarına yazdığı məktublar nəzərdən keçirilib. Onun azadlığa göndərdiyi məktubların birində 2002-ci ildə İsa Aydınovu öldürməsi deyilib. Zərər çəkən Zoya Səlimovanın sözlərinə görə
Həmin məktubda eyni zaman bu işin ört-bastır edilməsi üçün Bakı Şəhər Prokurorluğunun müstəntiqinə neçə min dollar rüşvət verilməsi də göstərilib. 2004-cü il iyulun 20-sində Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəis müavini tərəfindən Sevda Rufullayevaya Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə ittiham elan edilir. Aparılmış istintaqla müəyyən olunur ki, 2002-ci il iyulun 21-dən 22-sinə keçən gecə saat 2-3 arası Sevda Rufullayeva yaşadığı Yeni Günəşli qəsəbəsi Masiv D ev 26 mənzil 122-də vətəndaş İsah Aydınovu tamah məqsədi ilə mətbəx bıçağı ilə bədənin müxtəlif nahiyələrinə zərbələr vurmaqla xüsusi amansızlıqla qətlə yetirib. Mən elə vəziyyətə düşdüm ki, mən ağzı üstə pastelə düşdüm. Əlimi atdım, balışın altındakı bıçağı götürdüm. Birdən-birə mənə fırladanda balışın altından çıxartdığım o bıçağı elə gözləmədən belə vuranda düz bunun cinsi orqanından düşdü. Bıçağı əl atdı ki, sən nə edirsən? Bıçağı tutmaq istəyəndə əlləri kəsildi. O vaxtda artıq mən anlaqsız oldum. Yəni, hər şey gözümə qara görsənirdi. Yəni, heç bir şey mənə çox əsəbi oldum. Yəni, birdən-birə bu mənə belə hərəkətləri elədiyinə görə ona çox nifrət elədim. Bıçağı bir neçə dəfə yadımda qalmayıb ki... Uzanmış vəziyyətdəydiniz, yoxsa ayaqda? Yox, həm uzanmış vəziyyətdə olurdu, həm ayaq üstə olurdu. O qalxırdı, elə bir ki, mən yıxılırdım. Bax, belə bir vəziyyət alınırdı. Neçə dəfə vurdu? Yadımda deyil, təxminən hardasa 5-6 bıçaqdan çox olardı, az olardı, yadımda deyil. Çünki o momentdə mən elə vəziyyətim... Bədənin hansı hissələrə vurdu? Deməli, mən ilk dəfə bıçaq vurduğum yer onun cinsi orqanı tərəfindən olub. Ondan sonra sinə tərəfindən səhv eləmirəm, bir dəfə boğazına dəydi. Sonra bir dəfə yumarlaşdı, yerə yıxılanda kürək nahiyəsindən vurdum. Bunlar yadımdadır, qalan hissəsi heç biri yadımda deyil. Sonra? Sonradan, deməli, artıq gördüm ki, bu keçinib. Yəni, özüm də çox pis vəziyyətə qalmışdım, yəni həm özüm də qorxmuşdum. Artıq hər şey keçmişdi, şişdən keçmişdi, Aydınov kravatın... Neçə dəqiqədən sonra ağrıdıydı? Hə, bu elə bir ki, kravatın üstündən düşmüşdü, pəncərə ilə kravatın arasına. Oraya düşəndə bir 2-3 dəqiqə belə xırıltı səsi gəldi. Siz harada dayanmışdınız onda? Mən onda elə bir ki, evin içindeydim, amma çaşqın qalmışdım ki, nə hara eləyim, necə eləyim, bunu nə iş tutdum. Yəni, belə elə bir ki, düzdür, peşman olmamışdım, amma ki, birdən-birə elə bir ki, ayıldım. Ayıldım, sonra da peşmanlıq çəkmədim, yəni heç peşman da deyiləm. Sevda Rufullayevanın sözlərinə görə iyulun 21-də işlədiyi Ziba mağazasından axşam saat 9-da çıxıb və şəxsi Daewoo Nexia markalı avtomaşını ilə yaşadığı evinə gəlib. Gecə saat 1-ə 20 dəqiqə işləmiş İsah Aydınov 223-27-92 nömrəli mobil telefonu ilə onun 212-01-32 mobil telefonuna zəng edib və onun evinə gəlmək istədiyini bildirib. Sevda Rufullayeva razılıq verməyib. İkinci zəng 1-ə 10 dəqiqə qalmış edilib. İsah vacib işi olduğunu bildirib. Nəhayət Sevda razılaşıb. Qeyd edək ki, İsah Aydınovla istirahət etməyə gedən Yusif adlı qohumunun sözlərinə görə həmin gün dəfələrlə Sevda özü İsahla telefon əlaqəsi saxlayıb və onun yanına gəlməsini xahiş edib. Beləliklə, Sevda Rufullayevanın dediyinə görə gecə saat 1-də Aydınov sərxoş vəziyyətdə əlində bir şüşə Amaretta likoru ilə onun evinə gəlib və özünə məxsus Vaz 2106 markalı maşınını qonşu binanın heyətində saxladığını söyləyib. Mən icazə vermən, gecəni burada qalıb. Mən buna biraz etiraz elədim. İlk dəfə mən etiraz elədim. Dedi ki, xahiş edirəm. Mümkünsə mən bir gecə qalım burada. Nəysə, razılığa gəldik, dedim ancaq yalnız sən o bir otaqda qal, orada yerini açdım onun, böyük otaqda. Mən yenidən elə bir ki, öz spaylıma qayıtdım. Hərdən baxırdım, gördüm ki, bu likordan içir, meyvədən yiyir, yəni nədadır, hələ özü də, kimsə də yerinə girib yatmayıb. Bir müddət keçəndən sonra gördüm ki, Aydınov lüt vəziyyətində mənim otağıma gəldi, spaylıma gəldi.
Mən buna atmaz elədim. Onu özümdən uzaqlaşdırdım. Yəni bir də necə orada biraz yalvar yaxşısına uzaqlaşdırdım, apardım bunu böyük otağa yenə qoydum. Amma özümdə çox qorxu hiss edirdim. İsa Haydınovu birtəhər digər otağa keçirib yerində uzadan Sevda Rufulayeva mətbəxdən bıçağı götürərək öz yataq otağına qayıdıb və silahı balışının altında gizlədib. Təxminən 10 dəqiqədən sonra Aydınov aqressiv vəziyyətdə yenidən onun otağına daxil olub və onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Bir də gördüm, Aydınov çox aqressiv vəziyyətdə, yəni çox gözləri qızarmış halda, demək olar ki, vəhşiləşmiş bir tipdə mənim üstümə hücum çəkdi ki, mənimlə cinsi əlaqədə olmalıdır. Mən bunu özümdən itələdim, əl çəkmədim. Yəni biz bir ara orada süpürləşdik. Gördüm ki, burada artıq bu mümkün deyil, başa salmaq da mümkün deyil, artıq bu aqressivləşmişdi, çox pis vəziyyətə düşmüşdü. Özümdən asılı olmayaraq, yəni o qədər ki, əsəbi oldum, anlaqsız oldum, yəni çox pis vəziyyətə düşdüyümdən bəyəkdən balışımın altına gətirib qoyduğum bıçağı götürdüm, yəni üzüm aşağı idi. Aydınov arxadan mənə yapışmışdı, çünki bədənimdə bir həsarətlər qoymuşdu. Qıçımdan dartmışdı, və yaxud da dişlər yerləri qoymuşdu, və yaxud da ki, cırmaq yerləri var idi bədənimdə. Mənə bu pis təsir edirdi, həm də psixi təsir edirdi, çox böyük psixi təsir edirdi. Ona görə də mən istər-istəməz özümdən asılı olmayaraq bıçağı əl attım. Çevriləndə artıq Aydınov mənim üst tərəfində dayanmışdı. Çevriləndə ilk bıçağı mən onun cinsi orqanın tərəfindən vurdum. Ondan sonra yenə də süpürləşdik, yəni o bıçağla özünü müdafiə eləmək istəyirdi, əlləri kəsildi. Bir dəfə elə bil ki, bıçağı əlimdən almaq istəyirdi, almaq istəyəndə bıçağının bir ucu mənim ayağıma batdı, sağ ayağıma batmışdı, səhv eləmirəmsə. Onda daha da kəskinləşdi mənim vəziyyətim, daha da əsəbləşdim. Özümdən asılı olmayaraq bir neçə dəfə süpürləşəndən sonra Aydınov kravatın pəncərə tərəfdən olan böğrünə düşdü. Yəni kravatın üstündə bir neçə bıçaq endirdikdən sonra ona yadımda deyil neçə bıçaq vurmuşam. Artıq bunu itələyərək kravatın böğrünə saldım. Orada da yadımda deyil neçə bıçaq vurmuşam. Orada da bir neçə bıçaq vurdum. Sonra artıq gördüm ki, Aydınov artıq həyatını ölüb. Bəli. İsa Haydınovun öldüyünü yəqin etdikdən sonra o meyidi yatağın döşək üzünə, sonra isə dəhlizdə olan yer örtüyünə büküb. Əllərini, ayaqlarını iplə boynuna bağlayaraq kapron kisəyə qoyub və sürüyərək mənzilinin qapısı qarşısına gətirib. Mərhumun şalvarını, köynəyini, qol saatını və mobil telefonunu selofan torbaya yığıb. Qan izlərini yuyub təmizləyib və qanlı döşəyi çıxarıb balkona qoyub, sonra aşağı düşüb. Binanın yaxınlığındakı qarajdan Daewoo Nexia markalı avtomaşınını sürərək blokun qabağına gətirib. Mənzilə qalxıb və meyit olan kisəni sürüyə-sürüyə aşağı düşürərək maşının bagaj hissəsinə yerləşdirib. Meyit qoyulmuş kisəni necə apardınız? Mənzilinizdən çıxartdınız, necə apardınız? Deməli, mənzilim meyit düz prixojda idi. Elə bir ki, qapıdan girən kimi sol tərəfdə, sağ tərəfdə qoymuşdum. Qapının altındaydı, salafan şokdaydı. Oradan deməli, qapını açan kimi onu sürüdüm, çıxartdım dəhlizə, atıb bayıra, bloka çıxartdım, qapını bağladım və oradan liftin qabağınacan 4-5 pləkan var. Liftin qabağınacan onu darasa gətirdim liftə və lifti bastım, saldım liftin içinə. Liftin içinə saldım və liftlə düşdüm birinci mərtəbəyə. Liftlə də maşının arası hardasa 3-4 metrədə. Həmən o səmti də, yəni sürüyə gətirdim. Artıq pilləkən maşından biraz sündürdə ilə dəyənə. Mən bagajı açdım. Mişoku sökədim maşının arxa tərəfinə. Bagajı açan kimi elə bir ki, mişokun ağzını bagaja tərəf altından təkanı verdim, qaldırdım, saldım mişoku bagajın içinə. Və bagajı bağladım. Maşının arxa tərəfini verdim kanala. Bəli, bura. Verdiniz bura? Bəli.
Verdim kanalın burasına, bu hissesine. Açtım bagajniki. Neydi çıkarttım. Maşının arkası buraya yakın Maşının geldi. arkası lap yakına verdim. Hı. Bəli. Hardasa bura qədər. Bura qədər verdim. Güclə bir də kanalın içine. Həbsan qəsəbəsini keçib yolla 1-2 kilometr sürdükdən sonra Sevda Rufullayeva mərhumun paltarlarını yolun kənarına atıb və maşını idarə edərək bacısı Zülfiyə Abdullayevanın yaşadığı Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsindəki 109 sayılı evin 3 nömrəli mənzilinə gəlib. Tərəddüd cinayət barədə ona danışıb. Bundan əlavə, Sevda İsa Haydınovun maşınının Yeni Günəşli qəsəbəsində qonşu binanın heyətində olduğunu və həmin maşını oradan sürüb götürmək lazım olduğunu söyləyib. Bu məqsədlə onlar tanıdıqları Afiq adlı taksi sürücüsünə zəng ediblər. Mən gəlib mağazanın yanına Afiq götürdüm və maşına oturdurduq və həmən mənim maşınımda düzələndik, polis maşını saxladığı yerə getdik. Getdik, mən öz maşınımı saxladım aşağıda. Afiqə dedim ki, mən xahiş edirəm ki, Zülfiyə ilə o maşını oradan düşürdüb aşağı yola gətirəsən. Çünki mən o maşını götürüb başqa yerə aparmalıyam. Bu barədə nə Afiq bildi, yəni bu barədə Afiq heç nə məlumatı olmadı. Afiq də Zülfiyə mən maşından getdik. Getdik yola, mən aşağıda gözlədim, onlar həmən o Afiqlə Zülfiyə, mən onlara açarı verdim, onlar ikisi qalxdılar yuxarı, maşına oturdular, maşını gətirdilər, mən aşağıda gözlədiyim yerə qədər keçdik. Köhnə Günəşli istiqamətinə və maşın xodda olanda, maşını dedim xoddan saxlamaq, çünki xoda sala bilmirəm. Mən o maşını xodda saxlaya-saxlaya Afiq mənim maşınını verdim Afiqə ki, Afiq aparsın, saxlasın bunu Zülfiyəgilin həyətində. Mən özüm dükanın arkasına keçdim, aydın olun maşının arkasına keçdim. Qalqala gəldik, dayandık burada. Südgöl Evanexalı markalı maşına 1456 nömrəli maşınla. Bir də mən idarə elədiyim Atıqgöl mavi rəngdə Vaz 2106 markalı 10 236 nömrəli maşınla Zülfiyə xanımda yanında olmaqla ibarət. Gəldik, dayandık burada, dalqalaq gəldik. Dayandık burada, mən maşından düşdüm. Sevda xanım da öz maşından düşdü, gəldi. Öz maşının, Evanexalı maşından atarıb verdim ha. Özotdur. Göy Atıq mavi rəngli Vaz 2106 markalı 1236 nömrəli maşına və tapşırdı ki, mənim maşınımdan gedirsən, yəni öz həyətinizə, Zülfiyə xanım gülün podyezdin ağzında gözləyirsən bizi, biz indilərdə bu qayıdırıq. Orada oturub gözləyirsən, biz gəlirik. Və onlar üzrü bu səmtə çıxdılar, getdilər. Bu, Niyapol dairəsinə tərəf. Buradan belə içəri keçdik, yarmarkanın içinə, bax bu istiqamətdə. Yarmarkanın içərisinə keçdik və haradasa 100 metr, 200 metrə getmişdim. Solda ağaclıq var. İki ağaclığın arasında uzaqda bir darvaza görsənirdi. Maşını verdim həmən darvazanın 10-15 metr aralığında saxladım. Qapısını örtüm, çıxdım. Yəni, taksi ələqsiz qayıtdınız Bakıya. Yox, oradan qayıtdım, gəldim, yolun qırağını taksi saxladım burada. Qayıtdım evə. Afiq Abbasovun ifadələrindən məlum olur ki, hələ 2002-ci ilin sentyabr ayında 6-7 dəfə Bakı şəhər prokurorluğunun müstəntiqi Telman Mehdiyev onu prokurorluğa çağırıb və bir sıra suallar verib. Prokurorluqda müstəntiq ona həmin Vaz 2106 markalı maşının və maşının sahibinin fotoşəkillərini göstərib, onları tanıyıb tanımadığını soruşub. Lakin Afiq Abbasov qorxusundan onları görmədiyini və tanımadığını bildirib. Gəldim həmin kabinetə, Telman müəllim içəridə və Telman müəllim orada gəldi, sual verdi, suallar verdi. Zülfiyə xanımla, Sevda xanım tanıyırsan ya yox? Dedim, bəli tanıyıram, klientimdir. Haralara aparsan, edirsən. Anası gülər, bacısı gülər, başqa bacıları var. İşə, mağazada belə, yəni nətər olub eləcək hamısını haralara aparmışam. Mən sual verdi orada artıq keşləyə tərəf aparmışsan ya yox. Yox, keşləyə aparmamışam, NCS aparmışam, pivə zavoda, pivə almaq üçün. Öz iş yerində, iş mağazasının arxasında pivini yaxşımışdı ona görə.
Bir neçə belə suallar verir, sonra sənin maşının bagajına nəysə qoyulub eləyib, ya yox, nəysə ağır şey və ya xalçaya bükülmüş. Sonra yenə orada bir neçə belə suallar verdi. Şəkil göstərdi orada. Yəni yaşlı kişiydi, toyda oynayan məqamda oynamağı. Tanırsan ya yox, dedim yox. Nə maşın şəkilini göstərir? Həmən mən sürdüyüm, idarə etdiyim maşını təzə günəşdən köynə günəşə gətirib qoyduğum Sevda xanımın gətirdiyi maşın göy atıq mavi rəngdə Vaz 2106 markalı 10 DC 236 nömrəli maşın idi. Həmən maşındır. Tanıyırsan maşını, bu şəkildəki maşını ya yox. Görmüsən ya yox, dedim yox, tanımıram. Bilər ki, ölüm haqqı hesabı oldu. Ben de tam aid olmadı mənim üçün görünməyə. Yəni kimi öldürdülər? Yəni ölüm hadisəsi var burada. Demədilər kimi. Dedilər ki, ölüm hadisəsi var burada. Ona görə səni çağırmışıq bura. Və buna görə səni çağırmışıq. Ona görə maşın çəkmiyorsun. Mən görəndə maşını qorxdum, çəkindim. Oradan Sevda xanımı taşımış ki, maşını sən görməmsən, sürməmsən, aparmamsan. Mən qorxdum demədim. İndi tam etiraf edirsiniz ki, siz o açıq mavi rəngli Vaz 2106 markalı 10 DC 236 dövrət nömrə nişanlı avtomaşını, yəni Rufullayev və Sevda Səfiyəli qız və Abdullayev Zülfiyə Səfiyəli qızı ilə birlikdə geçmiş Yeni Günəşli qəsəbəsində Rufullayev Sevdanın yaşadığı binanın yaxınlığından götürüb, sürüb gətirilmişdir köhnə Günəşli. 24 oktyabr 2003-cü il tarixdə məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən və cəzasını çəkən Sevda Rufullayeva bir ildən sonra yenidən istintaqa cəlb edildi. İstintaqla 2 il əvvəl İsah Aydınovun həmin qadın tərəfindən öldürülməsi sübut olunandan sonra o artıq məhkum olaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə növbəti cəzaya məhkum olundu. 2005-ci ilin aprel ayında 1963-cü il təvəllüdlü Yardımlı rayonun Daşkənd kəndində anadan olan Sevda Rufullayeva 12 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunur.